Masazır qəsəbəsi Altınövrə məktəbə gedən yoldayıq. Axşam saatlarında burada olmamızın səbəbi də sakinlərin bizi bu vaxt çağırmaqlardır və bildirirlər ki, yollarda işıq dirəkləri var, işıq yoxdur və bu da sakinlərə günün qaranlığında gedib gəlməkdə çətinlik yaradır. Harca il yarım kilo olar bu işıq dirəkləri qoyuldu, qəşəng də sağ olsunlar. Bir ay 20 gün belə yandı filan, ondan sonra yandığını görmədik də. Yəni hamısı da sağ salamat qalıb. Dövlət bu da vəsait ayırıb sağ olsun. Sakinlərin rahatçılığı üçün bu işığı yandırmaq nə böyük bir problemdir. 2 ildir bunun heç bir yanmır. Gecdə məktəb bağlanıb, qış vaxtı 6-da çıxır körpə uşaq qaranlıqda necə getsin? Burada qalırıq. Məktəb də düz görsənir, 20 metrimizdədir. Bu işıqlar qoyulandan sonra bir müddət yandı, ondan sonra yəni belə qış vaxtıdır, hava tez qaralır, uşaqlar məktəbdən gələ bilmir. Burada zibilxanadır, it doludur. İşdən tez gəlirik, ya necə, ya evdən kimsə gedir, uşaqları məktəb. Evimiz düz məktəbin qabağıdır, biz uşaq oradan ora gələ bilmir. Gedirik, uşaqları götürürük, evə gətiririk. Soruşmusunuz burada kimdənsə, müəyyən qurumdan, bələdiyyədən, icradan? İşıq idarəsinə zəng eləmişik bir neçə dəfə. Hə, bu gün düzələcək, baxacaqlar, nə edəcəklər, hələ baxan yoxdur. 2 ildir baxmırlar. Xeyr. İşığı yalandan stolpaları qoyublar, yandırmırlar, eləmirlər. Baxan yoxdur, konkret. Belə deyək də, ümumiyyətlə məsəl dirək olmasa deyərsiniz ki, yoxdur da. Yəni olub işığın olmamağı, yanmamağı biraz sizi belə deyək də daha çox narahat eləyir. Bəli, işığın dirəkləri qoyulub səliqəli, amma yandıran yoxdur, baxan yoxdur. Boyda stolbalar qoyub, boyda xərc çəkilibdir. Bunlar yanmırlar. Uşaqlar gedirlər, gəlirlər, heç bir şey yoxdur ortada. Bir ay yananda biraz sevindiniz ki, işığa çıxdıq hə? İşıqlıq, gün kimi aydınlıq. Bütün bundan gəlsinlər, düzəlsinlər, bərpa eləsinlər. Bəlkə xarab olub. Yox, xarab olmadı. Arada bir istədikləri vaxtı bir də özün közərir, işıq yanır içində, bir də özün ümumiyyətlə yanmır. Məsələ ilə bağlı Abşeron rayon icra hakimiyyətinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, Abşeron rayonunda gecə işıqlarının təmini ilə əlaqədar işlər görülür. Yol kənarlarındakı gecə işıqları sistemlərinin təhvil təslim prosesi artıq başa çatıb. Gecə işıqlandırılmanın bərpası və təmin edilməsi istiqamətində cari təmir işləri aparılır və bu işlər ayın sonuna qədər başa çatacaq. Bundan sonra gecə işıqlandırılması təmin olunacaq.